Mənim Qabilin fanatlarına bir sualım var. Kim ki oturub səhərdən axşama qədər Qabilin videolarına baxır, paylaşır, ləzzət alır, gecə yaxu yata bilmir Qabilin videolarına baxmasa. Siz evdə də belə danışırsınız o kimi. Siz dostlarınızla, yaxınlarınızla, iş yoldaşlarınızla belə danışırsınız. O danışan kimi. Niyə bax bu forma sizə ləzzət edir? Bu söyüşlər bir kəpikdən ucuz. Bu insanın münasibəti insanlara. Bəli, ola bilər onun öz mövzusu var, nəyisi var. Mən şəxsən Qabilin teması o qulaq məsələsində bitdi. Vso. O dedi bir rayonu qaytarsa belə eləyərəm, qayıtdı bütün Qarabağ heç nə də eləmədi. Vso, o mən üçün tema bitdi. Amma siz davam edirsiniz ləzzət almaq onun söyüşlərindən. Siz də biləsiniz, sabah sizin evladınızın toyu olanda sizə söz veriləndə ki, buyuruz, xeyir dua verin. Siz hansı dildə, Qabilin dilində xeyir dua verəcəksiniz evladınıza, yoxsa mədəni mərfiyyətli? Deyin mənə. Mən bir professor tanıyıram, yaxın insandır. İnarsınız, ziyalıdır, hörmətlidir. Səhərdən axşama qədər Qabilə baxır. Hərdən bir görürəm, qohumlarla söhbət eləyəndə həmin Qabilin sözlərini istifadə edir. İnsan, inarsınız, bir 70-dən çox yaşı var. Qabilin sözlərini evdə, qohum arası istifadə eləyir. Hamı da baxır belə. Amma o hiss eləmir ki, artıq Qabilin, bax bu söhbət manerası ona yapışıb. Dostlar, etika var, mədəniyyət var. Siz istərdiniz ki, sizin evinizdə belə danışsınlar, sizin evladlarınız, valideynləriniz. Onda istəmirsinizsə, niyə bax bundan ləzzət alırsınız? Deyin də mənə, nə olub bizə? Yaxşı, orada oturub, inciyib, mövzusu var, danışdı, amma bundan necə ləzzət almaq olar, belə danışmaqlardan? Siz özünüz hiss eləmirsiniz, necə özünüz də yavaş-yavaş qabilliyə tərəf gedirsiniz. Nə qədər ki, çox onun videolarına baxırsınız. Bəli, deyərsə elə ola bilməz, amma burada tək ha-ha gülməklə deyil söhbət. Каждый şutki есть доля şutki, остальное все правда. Siz o şutkaları, söhbətləri özünüzə qəbul eləyəndə, istər-istəməz onların bir hissəsi sizdə qalır. Var olun, davam eləyin, eləyirsinizsə. Çox sağ olun.